Hər hansı bir ayın 16-sı anadan olan və ya matrisində 16 olan insanın ruhani oyanışı, daxili sarsıntılarla gələn yüksəliş və ruhani liderlik potensialını ifadə edir. Bu enerji tale matrisində yer aldıqda, insanın həyatında qəfil dönüş nöqtələri, köhnə sistemlərin dağılması və yenidən doğuluş prosesi qaçınılmaz olur. Onlar təkcə özləri üçün deyil, ətrafındakı insanlar üçün də ruhani bələdçi və işıq ola bilərlər. Bu enerji dərin təhlil, daxili intuisiyanın inkişafı və daha ali mənəvi məqsədlər üçün özünü yenidən qurmaq deməkdir. Güclü intuisiya və daxili səsə bağlılıq, keçmişin dağılması və yeninin qurulması, transformasiya enerjisi, ruhani dəyərlərə yönəlmək, mənəvi lider kimi formalaşmaq, təkamül yolunda dərindən sınanma və oyanma, karmik təmizlənmə və ailə karmasının çözülməsi ehtimalı, başqalarının da şüurunu oyatmaq potensialı vardır. Bu enerjiyə sahib insanlar çox zaman həyatlarında dərin itkilər, yıxılmalar və yenidən qurulmalar yaşaya bilər. Onların gücü məhz bu dağıntıların içindən çıxaraq yenidən doğulmaqdan gəlir. 16 enerjisi daşıyıcısı öz həyat yolunu anladıqca daha böyük bir missiyanın daşıyıcısı olduğunu başa düşür. Bu insanlar ruhani oyanışa doğru gedən yoldadırlar və həyatı şüurlu şəkildə yaşayırlar. Adətən bu səviyyəyə birdən deyil, çətin həyat dərsləri və daxili dağılmalarla gəlirlər. Onlar enerjili, yaradıcı və dağıdılmış bir şeyi yenidən qurmaq qabiliyyətinə malikdirlər. Güclü daxili potensiala, liderlik enerjisinə sahibdirlər. Başqalarını arxalarınca apara biləcək əsl ruhani liderdirlər. Müxtəlif mənbələrdən informasiya toplayaraq özlərinə məxsus yeni ruhani biliklər yaradır və paylaşa bilirlər. Həyatlarında tez-tez dövrlərinin dəyişməsi, köhnə mərhələ gedir və yenisi başlayır. Onlar üçün ən vacib olan həyatda balansı qorumaqdır. Əgər təkcə maddi reallaşmaya fokuslanırlarsa, dostluq, sevgi, yaxınlıq kimi sahələrdən soyulurlar. Əgər işə həddindən artıq bağlanarlarsa, o sahədə dağıntı qaçılmaz olur. Yalnız münasibətlərə fokuslanarlarsa, münasibətlər də dağıla bilər. Bu enerji daima balans tələb edir. Mənfidə olan 16-lı enerji insanlar bir sahəyə həddindən artıq bağlanır, həyatdakı digər sahələri görməzdən gəlirlər. Ruhani inkişafı rədd edir və nəticədə həyatlarında dağıdıcı hadisələr, emosional partlayışlar və aqressiya baş verir. Qəti, sərt, avtoritar olur. Hər şeyin yalnız onların istədiyi kimi olmasını tələb edirlər. 16 enerjisi yalnız bir yolla düzələ bilər. Ruhani oyanış və maddi dünyadan, asılılıqlardan imtina. Onların düşüncə tərzi daralar və xaotik olar. Fiziki travmalara daha çox məruz qalarlar. Nə etməlisiniz? Daxili səsinizə və intuisiyanıza ciddi yanaşın. Keçmişə, bağlılıqlardan azad olun, transformasiyaya icazə verin. Ruhani praktikalara, meditasiya, dua, öz daxilinizə yönəlin. Daxili düşüncə və hisslərinizi müşahidə edərək analiz edin və bunlara da müntəzəm yer ayırın. Digər insanlara ilham verən nümunə olun, ruhani liderlik edin. Öz təcrübələrinizi paylaşaraq başqalarının da oyanışına kömək edin. Ego və maddi bağlılıqlardan uzaqlaşaraq mənəvi gücünüzü kəşf edin. 16 enerjisi sənə nə deyir? Qırılmaqdan qorxma, çünki sən dağıldıqca işığın daha parlaq görünür. Sən bu dünyaya dəyişiklik gətirmək üçün gəlmisən. Əvvəlcə öz içində, sonra isə bütün dünyada.